والصلاة والسلام على سيدنا ونبينا وطبيب قلوبنا وشفيع ذنوبنا أبي القاسم محمد صلى الله عليه وآله وعلى أهل بيته الطيبين الطاهرين معصومين عليهم السلام ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. أما بعد، قال الله تعالى في محكم كتابه الكريم: بسم الله الرحمن الرحيم إنا أنزلناه. بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. صدق الله العلي العظيم. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. يا عباد الله أوصيكم ve nefsi bi tekvallah. Değerli müminler, evvela özümü ve siz əzizləri ilahi təqvaya dəvət edirəm. Allahın halalını halal, haramını haram bilək. Allahın əmrlərinə itaat eləyək və bu etiqad və itaətimizlə Allahın razılığını əldə edə bilək. Allah bu mübarək günü hər birimizə bərəkətli qərar versin. Cümə günüdür. Özü də Şaban ayının, mübarək Şaban ayının son cümə günüdür. Allah bu günlərdə bizləri islah olunmuşlardan və mübarək Ramazan ayı salim mənəviyyat baxımından, əhval-ruhiyyə baxımından və sağlamlıq baxımından Allah bizləri mübarək Ramazan ayına gözəl şəkildə yetişməyi nəsib eləsin. Artıq bir neçə gün mübarək Ramazan ayının yetişməyinə qalıb. Həzrət Peyğəmbər Əkrəm son Şaban xutbəsində, Şabanın son cümə xutbəsində Ramazan ayının gəlişi haqqında məlumat verir. Əlbəttə bu qaydadır. Həmişə bütün yerlərdə möminlər Şaban ayının son cümə xutbəsini sizlərə, yəni möminlərə məscid imamları çatdırırlar və çatdırmağa davam edirlər. İllərdir bu qayda, amma mən də elə keçən ildə danışmışam, yadımdadır. Amma bu il biraz fərqli tərzdə bu xütbəyə yanaşmışam və az da olsa xütbədə məlumat verərəm, amma ümumi mövzu tamam başqa bir səpkidə olacaq. Yəni tamam başqa bir səpki ilə Ramazan ayına aid olan, Ramazan ayının fəzilətinin dərk edilməsi üçün və Allahın bu ayda bizlərə çağırışının mahiyyətin dərk edilməsi üçün mövzunu biraz öz ibarəmizlə desək, yəni öz tutumum qədər asanlaşdırmağa çalışmışam. Bilirsiniz, Allah Teala hər an Qur'an-ı Kərimdə tövbə haqqında və ümumi çağırışlar haqqında ayələr kifayət qədərdir ki, Allah bəndələrini çağırır. Məsələn, Qur'an-ı Kərimdə Allah buyurur ki, Vallahi Yunus surəsində olmalıdır. Vallahi yəd'u ilə darissalam. Allah əminamanlıq evinə insanları çağırır, sağlamlığa tərəf çağırır. Və ya tövbə ayələrinə diqqət eləsək, Allah insanları tövbə etməyə çağırır və bağışlanmağa dəvət edir. Yəni çağırış edir özünə tərəf. Hədislərin məzmunlarına nəzər yetirsək, açıq-aşkar bəyan olunur ki, Allah əvvəl addımı bəndədən istəyir. Baxın, indi məşhur hədislərdəndir ki, tövbə haqqında: ey mənim günahkar bəndəm, siz mənə tərəf bir addım gəlin, öz tövbə etməyinizlə, mən sizə tərəf 10 addım öz bağışlanmağımla gələcək. Yəni əffimlə gələcək. Düzdür, Allah burada çağırış etdikdə
bəndəyə tərəf hərəkət etməyi məcazi mənada, burada da üstünlük Allaha tərəfdir. Yəni bəndədən bir addım istəyir. Bir balaca belə deyək, düşüncəvi dəyiş, qalan şeylər belə deyək, öz ibarəmizlə desək, mənlikdir. Yəni mən sizə tərəf gələcəyəm, mən sizi islah edəcəyəm, mən sizi bağışlayacağam. Və ya ruzi haqqında sən tərpən hərəkət et, mən sənin ruzunu yetirəcəyəm. Və buna bənzər kifayət qədər hədislər mövcuddur. Amma mübarək Ramazan ayının çağırışı fərqlidir. Mükafatı fərqlidir. Baxın, hamısında Allah, ilin bütün günlərində Allah çağırışının mükafatından danışanda birini yaxşı işləri cənnətlə mükafatlanmağı, hurilərlə mükafatlanmağı və ya bağışlanmağı ilə mükafatlanmağı Peyğəmbərə buyurur və Quran ayəsində buyurur. Amma mübarək Ramazan ayı istisnadır. 12 aydan biri istisnadır. Yəni 11 ayın çağırışı bir tərzdədir. Mübarək Ramazan ayında çağırış fərqlidir. Ramazan ayında Allah özü bəndəyə tərəf gəlir. Özü öz dəvətnaməsini göndərir. Daha orada demir, Ramazana tərəf gəlin. Baxın, digər bayaq hədisdə qeyd elədim ki, mənə tərəf gəlin və ya ayə dedim ki, Vallahu yəd'u ilə darissalam. Əminamanlıq evinə tərəf gəlin. Allah bir ev göstərir, bir əminamanlıq yeri göstərir bəndəyə. Deyir, bura mənə tərəf gəlin. Məsələn, burada bir yer var. Gələn qonağa deyirəm ki, gəl burada otur. Yer göstərirəm. Amma fərqlidir mübarək Ramazan ayının çağırışı. Həzrəti Peyğəmbərin Şəbaniyyə xutbəsinə diqqət eləsək və ya mübarək Ramazan ayının mükafatları haqqında olan hədislərə nəzər salsaq, görərik ki, bu çağırışlar digər çağırışlara nisbətdə fərqlidir. Məsələn, Allah Resulü buyurur, ya eyyuhən nas. Özü də bütün insanlara xitab edir. Allahın rəhməti o qədər genişdir ki, Allah burada ümumi Adam övladına xitab edir. Bunun içində bütün günahkarlar da var. Yəni, hansı əqidənin, hansı yolun, hansı əməlin, naqis əməlin sahibi olursan ol, sənin üçün Allah bir dəvətnamə göndərir, bir çağırış edir. Adadan bir nəfər öz evinə, öz süfrəsinə qonaq dəvət eləyəndə çalışırsan ki, normal sözünü, danışığını bilən adamı çağırasan. Elə deyil. Hər kəsi özünə qonaq çağırmırsan. Amma Allah rəhməti o qədər genişdir ki, Allah burada ümumi çağırış edir bəndələrinə. Ya eyyuhən nas, ay içki içən məsələm deyirəm. 11 ayı yer işini tapa bilməyən içki içməklə və ya narkoman olan və ya söyüş söyən, faiz verən, nə bilim, yalan danışan, ağır aparan, insanları zəif görən, bütövlükdə hətta bu insanlar üçün də Allah bu ayda çağırış edir. Ya eyyuhən nas, ey insanlar, mümin demir. İnnehu qad aqbələ ileykum şəhrullah bil bərəkəti və rəhməti vəl məğfirə. Allahın ayı, yəni şəhrullah, mübarək Ramazan ayı sizə tərəf gəlir. Görürsünüz, bu ay bizi özünə tərəf çağırmır. Allah bu ayda bizi özünə tərəf çağırmır. Deyir ki, bu ay sizə tərəf gəlir. İndi hədisi qeyd eləyəcəyəm bu mövzudan, bu xutbədən, yəni xutbənin içində olan, söhbətin içində olan hədisi qeyd eləyəcəyəm ki, gör Allah nə qədər mərhəmət sahibidir ki, hətta cahil onu düşünməyən insanlara tərəf
gəlişini bu ayda qeyd edir, ondan xəbərdar olduğunu və onun üçün düşündüyünü qeyd edir. Özdə sadə formada yox, elə tək Ramazan ayı gəlir, yox, Allah deyir ki, bərəkətlə gəlir. İndi o bərəkət nədir, onu da qısa da olsa izah edərəm. Rəhmətlə gəlir, məğfirətlə gəlir. İnsan üçün, insanın dünya və axirətdə nicatı üçün, xilası üçün ən zəruri məsələlərdən insanların mərhəmət, belə deyək, o insanlarla mərhəmətli qarşılanmağı, yəni hər istər insan ola, istər Allah tərəfindən ola, insanın insanla mərhəmətlə davranmağı və ya bərəkətli olması və o cümlədən bağışlanmağı, istər insanlar tərəfdən, istər Allah tərəfindən. Bu üç məsələ zəruri məsələlərdir. Yəni bir insanın həyatında bu üç xüsusiyyət olsa və ya bir insan bu üç xüsusiyyətlə qarşılaşsa, xoşunu alır. Allah Resulü buyurur ki, Allahın ayı sizə tərəf gəlir. Baxın, bəzən görürsən birini qonaq çağırırsan evinə, deyirsən ki, mən imam məclisi verəcəm. Və ya süfrə açacağım evimdə, səni də görmək istəyirəm. Görürsən, həmən insan biraz səhlənkardır. Ya yaddaşında və ya görürsünüz, başqa bir adam onu caydıra bilər, o məclisə gəlməyə bilər. Deyirsən, o məclisdə filan qari olacaq, filan ruhani olacaq. Sənin sevdiyin adamın adını tutur orada. Sənin sevdiyin, xoşun gəldiyin, qiraət etdiyin qarinin adını tutursan. Və ya filan ehtiramlı, abırlı, ağsaqqal orada olacaq. Bunu deməkdə mən səni çağırıram da evimə. Bunu sənə deməyə borclu deyiləm. Amma bunu daha da təsir edirəm buna ki, bu mənim süfrəmdə rahat iştirak eləyə bilsin. İstəyirəm onu görəm. O yüngül yanaşsa da, amma mən onun iştirak etməyi istəyirəm. Bu şeyləri başlayıram sadalamağa. Yeri gələndə süfrə açmışam, səni dəvət eləmişəm. Gələrsən, sağ ol, əksinə mənə minnətdarlıq bildirməlisən ki, sağ ol, məni süfrəvə dəvət eləmişsən. Daha mən sənə hesabat verməməliyəm. Nə yemək verərəm orada, nə bilim, kimi çağıracağam, necə olacaq süfrənin tərtibi. Bunu mən deməkdə borclu deyiləm. Allah da deyə bilər, Ramazan, mübarək Ramazan ayı gəlir. Borclu deyil bizə desin ki, onun saatı digər saatlardan üstün, günü digər günlərdən üstün, nə bilim, yatmağı, ibadət, başlayır saymağa Həzrəti Peyğəmbər Əkim. Əlbəttə, Peyğəmbər Allahın sözünü deyir. Allahın ona əmr etdiyi sözləri deyir. Yəni, Allah Şəbaniyyə xütbəsində elə şeyləri Allah Rəsulü sayır ki, yəni, bu ayı boşa vermə. Özdə buyurur ki, du'itu ziyafətullah. Allah öz qonaqlıq süfrəsinə Allah Rəsulü buyurur ki, dəvət edir səni. Bir var, ümumi bu məclisdə, bir məclisdə deyirsən ki, filan kəs filan ayda filan məclisi verir. Bir də bir dəvət edir. Allah dəvət edir insanları və sonra başlayır o məclisin, o süfrənin, o qonaqlığın faydası haqqında, sənə olan xeyri haqqında danışmaq. Yəni, bu qədər təsirlidir mübarək Ramazan ayının bərəkəti, bu qədər önəmlidir və Allah da bu qədər diqqətlidir bəndənin islah olunması. Çünki istəmir onun bəndəsi 11 ay günahlar edə, bu bir ayda bağışlanmaya. İstəyir ki, bəndəsi bağışlana, istəyir bəndəsi özünü tapa bilə, öz kimliyini əldə edə bilə. Hədislərdə qeyd olunur, Allah Teala Ramazan ayında bəndələrinə deyəcək, ey mənim bəndəm, sən hələ üzünü mənə tərəf çevirməmiş, mən səni öz rəhmətimlə çağırıram. Baxın, hələ mübarək Ramazan ayına qalıb. Təsəvvür edin, elə insan var, bəlkə bu gün də içkilidir.
Yəni içki içir. Mümkündür də. Amma hemen insan mübarek Ramazan ayında mümkündür oruç tutsun ve hatta ıslah olunsun, tövbekar kimi, güzel bir mümin kimi, cəmiyyətdə nümunəvi bir insan kimi olsun. Hemen bəndələrə Allah çağırış edir. Mümkündür. Burada da elə insanlar var, hatta bəlkə Ramazan ayında bir vaxtlar cahilane ömür sürüblər, Ramazan ayının mahiyyətini dərk eləməyiblər. Elə necə gəlib o cürdə yaşayıblar. Amma necə olub Allah onlara lütf edib həmən bu çağırış, Allahın rəhmət çağırışını onun qulağına, onun ruhuna toxunub və o tövbə edib bugün nümunəvi bir mümin kimi namazında, orucunda diqqətlidir. Hətta bəzən mən elə möminlərdən tanıyıram, mübarək Ramazan ayında bəzən elə səfərlər olur, onu etməkdə məcburdur. Üzür yerləri dəyib. Amma bir cür istəyir, getməsin ki, o səfəri ki, mübarək Ramazan ayının orucun boş buraxmasın. Hansı ki, o mömin 10 il, 15 il bundan qabaq tanıyırdım. Heç onun Ramazan ayının mahiyyəti onun üçün bir məfhum daşımır, heç bir şey. Adi bir aylardan biri sayırdı ve boş şey olduğunu veya Ramazan ayı tek ne bileyim mollaların Kur'an okuyan, iftara giden ay kimi belə məsxərələrin ondan eşitmiştim ve görmüştüm. Ama bugün güzel bir mümin kimi, nümunəvi bir mümin kimi cəmiyyətdə tanınır. Buyurur ki, siz üzünüzü mənə tərəf çevirməmiş, mən öz rəhmətimlə sizi çağırırım. Hamısını çağırır Allah. Hamısını çağırır. Görsən, buradan qışqırırsan, səs edirsən, çağırırsan uzaqdan bir 5-10 nəfəri, mümkündür 10 nəfər hamısı sənin səsini eşitsin, mümkündür ikisi eşitsin, 8'i eşitməsin. Allah da çağırır bəndələri. Amma kimsə eşidir, kimin eşitmə qabiliyyəti yaxşıdır, eşidir, kimsə eşidir, özünü eşitməməzliyə qoyur, kimsə də mömindir, o səs onun ruhunu sirkələyir, toxunur onun sarı simlərinə, deyir, ləbbeyk ey mənim Allahım, eşidirəm səni. Sənin günahların çox olsa da, mən onları bağışlamaq üçün qapılar açmışam Allah. Allah mübarək Ramazan ayın insanların bağışlanması üçün bir fürsətdir, hər anı belə deyək bir fürsətdir. Hətta görün necədirsə, yatmaq belə ibadət sayılır bu ayda. İnsan yatır, yatmaq belə ibadətsə, bundan böyük fürsət insan üçün ola bilməz. Allah Teala buyurur, sən gəzirsən, mən sənə yol göstərirəm. Bunun üçün mübarək Şəbaniyyə xütbəsi hər birinizə məsləhət görərdim ki, o xütbəni elə günü bugün hər kəs özü üçün təklikdə oxusun və onun haqqında az da olsa düşünsün. Mümkün deyil hamısını dərk edək, amma heç olmasa az bir hissəsini dərk edə bilərik. Sənin heç bir hərəkətin olmadan da mən sənin üçün mərhəmətimi nazil edirəm, ey mənim bəndəm. Birincisi, bu ayda bəzən düşünmədiyimiz şeylərdə Allah bizim üçün mərhəmət nazil edir. Ən böyük mərhəmət, onu deyim, Qur'an-ı Kərimdə Allah bu ayda nazil edib insanların dünya və axirətinin nicat tapması üçün ən böyük Allahın nazil etdiyi nemət Qur'andır. Və ondan sonra da baxın, görün bu ayda necə bir mərhəmət nazil edib Allah bizlərə, bizim üçün. Hətta bir oruç tutan, hədislərdə var, bir məclisdə otura, bir nəfər onun ehtiramını saxlamaya oruç tutanı, çünki oruç tutan Allahın qonağıdır Ramazan ayında. Onun ehtiramını saxlamaya, Ramazan ayının ehtiramını saxlamaya, onun yanında yeyib, içə, hərəkət etsə, yəni bu kimi günahları etsə, həmən oruç tutan, məsələn bunu deyirəm, həmən oruç tutanın hədisdə var, bədəninin tükü qədər Allah onun üçün savab yazacaq. Sən baxırsan ona, o yiyir. Amma sənin üçün savab yazılır.
birin hələ deyirəm. İndi Quran oxuyursan, bir ayə Quran oxuyursan, Allah Rəsulü buyurur ki, digər aylərdə bir Quran xətm etməyə bənzərdir. Odur, düşünməyin, hətta hansı surələri bilirsinizsə, mübarək Ramazan ayında əzbər bildiyi surələri daha çox təkrar edin öz ölənlərinizin ruhlarına, öz dünya və axirətinizin səadətli nicat tapması üçün, yəni savabı o şeylərə həsr edin, zamana imamının salamat olmasına hədiyyə edin, şəhidlərimizin ruhlarına hədiyyə edin. Baxmayın, Quran dedikdə mən mütləq şəkildə Quranı açmalıyam. Açıb oxuya bilmirsən, İxlas surəsini bilirsən, İxlas surəsini oxu. Həm surəsini bilirsən, Həm surəsini oxu. Hansı surəni bir ayə bir surədən bilirsənsə, fərqli surədən oxuyun. Əlbəttə niyyətiz xalis ola. Allah Rəsulü buyurur ki, bu ayda oxunan bir ayə digər ayələrdə bir Quranın xətmidir. Bundan böyük mərhəmət ola bilər bəndə. Bir insan oturur 3 gün, 4 gün, 5 gün adi vaxtda bir Quran oxuyur. Allah ona nə savab verəcək? Amma bir insan oturur mübarək Ramazan ayında bir ayə oxuyur, Allah o Quranın savabını verir. İndi deyin görün, bu ayda Allahın rəhməti bəndəsinə nazil olur, olmur? Odur, mütləq şəkildə hamımız ayıq-sayıq olaq, diqqətli olaq, bəhanə axtarmayaq Ramazan ayının orucunu tutması üçün. Adi vaxtda da görürəm, bütün mədəyə zərər olan içkiləri, yeməkləri istifadə edir, yeyir, heç yadına düşmür, mədəm ağrıyır. Amma mübarək Ramazan ayı gəlib yetişən kimi mədə ağrı onu tutur, üzr istəyirəm ifadəmə görə, başlayır şikayət eləmək. Deməli, sən bəhanə axtarır. Demirəm, üzrü olan əgər mədəsi ağrıyırsa, oruç tutsa, o insanın orucu batildir, özünə qəsd etmiş olur. Amma bəzən insanlar fürsət axtarırlar, hətta bir ruhaniyə müraciət eləmirlər. O şikayətin dedikdə bir neçə ruhaniyə nəyi biri mənə desin ki, tutma. Amma doğrudan belə bir əzəmətli ayın feyzindən qaçmaq olarmı? Ramazan ayının çağırışlarından fərqliliyi biri də budur. Biri də budur ki, bu ayda Allah şeytanı zəiflədir. Bir var, bir yerdə düşmənlə açıq meydandasan, onunla mübarizə aparmaq çətindir. Adi 11 ayda şeytanla mübarizə aparmaq çox çətindir. Amma Allah bu ayda zəiflədir şeytanı. Necə ki, hədisdə buyurur, İzə cəə Ramadan futihət əbvabəl cinan. Allah Ramazan ayında cənnətin qapılarını açacaq. Və quliqət əvvabun niran. Allah cəhənnəmin qapılarını bağlayacaq. Sonra nə deyir? Və suffidəti şəyatin. Allah şeytanları zəncirləyəcək. Bu ayda sənin düşmənin məğlubdur. Sənin adi aylarda, il üzünü aylarda enerji itirdiyin enerjini, o ki mübarizə aparırdın şeytanla, bu ayda daha rahatdır sənin üçün. Allahın rəhməti sənin üçün bir növ burada da nazil olur ki, şeytanın əl qolun bağlayır. Amma bəzən olur görsən, Allah şeytanın əl qolun bağlayır, bəndə güclə görsən birinin əlini bağlayırsan, amma digər bir yoldaş güclə əlini onun qolunun və bədənin arasından salır ki, tutur onunla yoldaş ola. Bəzən insanlar şeytanla mübarək Ramazan ayında o cür yoldaşlıq etməyə çalışırlar. Məfsuslar olsun, gərək insan bu ayın qədir qiymətini bilə. Sonuncunu da deyirəm, tamamlayıram. Və mübarək Ramazan ayının çağırışları və digər aylara nisbətən Allahın bəndələrinə nəzəri biri də odur ki, Əs-savmu li. Ramazan ayının orucu mənim üçündür. Və ənə əczi bihi. Mən onun mükafatını verərəm. Yeganə mübarək Ramazan ayının orucudur ki, Allah ona qarant verir bəndəsinə ki, onun mükafatını mən verəcəm. Odur mənim əzizlərim. Çalışağım
Qarşıda gələn mübarək Ramazan ayının feyzindən özümüzü məhrum etməyək və o ayda olduğu kimi layiqli şəkildə, saf, ixlasla Allaha yalvaraq bu günlərdə. Hələ bir neçə gün qalıb. Allah, mənə iradə, iman bəxş elə, gözəl ruhiyyə ilə mübarək Ramazanına daxil olun və sonda da mübarək Ramazan ayında Allah'tan öz mükafatımı ala bilin. Necə ki Allah özü vədə edir hədislərdə ki, mən mübarək Ramazan ayının mükafatını verərəm. İlahi və Rəbbi, bizim hamımıza bəxş elə ki, mübarək Ramazan ayının mükafatını Allah'tan layiqli şəkildə ala bilək. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad, Allahus samad, lem yelid ve lem yulad ve lem yekun lehu kufuven